Dəyərli ümrə zəvvarlarımızla gəldiyimiz bu növbəti ziyarət Məscidül Həmmamə adlanır, yəni bulud məscidi adlanır. Bir zamanlar Həzrət Peyğəmbərimizin başının üzərində bir bulud onu təqib eləyirdi. Günəşin istiliyindən, hərarətindən onu qorumaq üçün. Daha sonra isə Peyğəmbər evə girdikdən sonra bulud gəlib dayanardı bu gördüyünüz yerdə. Bu gördüyünüz yerdə isə Həzrəti Peyğəmbər salavatullah namaz qılıb, istisqa namazını qılıb. Çünki Mədinə əhli gəldilər, dedilər: "Ya Rəsulallah, su qıtlığından əziyyət çəkirik. Allahdan yağış istə." Həzrət Peyğəmbər burada istisqa namazı qıldı və dua elədi. Daha sonra isə yağış yağdı Mədinəyə. Mədinə ətrafı ziyarətlərimiz davam eləyir. Gördüyünüz bu məscid müsəlmanların ilk məscidi olan Quba məscididir. Həzrət Peyğəmbər Məkkədən Mədinəyə hicrət elədiyi vaxtda müsəlmanlarla bərabər inşa etdiyi məsciddir. Həzrət Peyğəmbər salavatullah Quba məscidi barəsində belə buyurmuşdur: "Bu məsciddə 2 rükət namaz qılmaq bir ümrə ziyarətinin savabına bərabərdir."